Mən deyərdim, bugünün şifrələnmə təməli elə Sezar vaxtından qoyulub, həqiqətən də mətni şifrələnməsən hamı oxuyar. Qocaşlar, salamlar, necəsiniz? Sezar demişkən, ave moi. Ave moi. Bugün həqiqətən də mövzumuz şifrələnmədəndir. Özdə hansı şifrə? Sezar şifrəsi. Deyirəm, həqiqətən də romanın çox maraqlı və öz işini bilən əla bir sərkərdəsi olub, bir çox işlərdə imza atıb və şifrələnmədə məncə öz dövrü üçün bir nömrə idi. O dövrdə sərkərdənin bir istəyi var idi, nə məktubları, nə də əmrləri və hər hansı bir mətn oxunmalı deyildisə oxunmamalı idi və onu şifrələnməyə mütləq bir yol lazım idi. O da neynədi? Əlifbada sürüşdürməklə, bəli, elə şifrənin ilk birinci yollarından biri idi. Sürüşdürməklə teksti mətni tamamən dəyişə bilirdi. Onsuz da o dövrdə oxuya bilən və yaza bilən çox az idi, amma oxuya bilən olsa da mətndə heç nə anlamazdı. Sözün düzü, nə qədər doğrudur ya yox bilmirəm, amma deyilənə görə tarixən Sezar öz mətnini 3 hərf sürüşdürməklə həmişə şifrələyirdi və bugün üçün biz istədiyimiz sayı qədər sürüşdürüb mətni daha da maraqlı şifrələyə bilərik. Roma imperiyası dağılmayana qədər Sezar şifrəsi tətbiq olunurdu, amma bugünkü gün üçün həmin sözü gedən şifrələnmə daha tətbiq olunmur. Çünki onu sındırmağa nə var ki? Biz artıq bilək ki, əgər əlifbada 26 hərf varsa, deyək ki, 0-dan 25-ə qədər bütün hərfləri yoxlamaqla, bütün variantları yoxlamaqla biz ona deyirik brute force və beləliklə həmin yoxlamalar içində biz müəyyən edirdik həmin sürüşdürməni və o mətni bərpa etmək olurdu çox asan. Bugünkü gün üçün sadəcə həmin şifrələnmə bir tarixə qovuşub, amma təhsildə də, proqramlaşdırmada da çox maraqlı yer alıb. İstər kiber təhlükəsizlikdə, istər proqramlaşdırmada kriptoqrafiya sahəsini yeni öyrənməyə başlayanlar üçün mən deyərdim ki, bu mövzu həddən ziyadə maraqlı olacaq və mən istəyəcəm bu mövzunu Pythonda yazım. Özdə Pythonda elə yazacağam, həqiqətən də marağa səbəb olacaq. Sezarın şifrəsi həqiqətən də çox maraqlı idi. Mənim bir əlifbam var idi və istəyirdim ki, söz sürüşdürməklə təşkil olunsun. Bəs idi, mən hər hansı bir sürüşdürməni təşkil edim. Onda müəyyən bir sürüşdürmədən sonra A hərfim dəyişirdi, olurdu. Hər hansı bir deməli sürüşdürmədən təşkil olunan bir hərfə, özə fikir verdiyiniz kimi, istənilən formada sürüşdürmək mümkündür və sözün dəyişir olur tam başqa bir məhsula. Belə bir şifrələmə həqiqətən də çox maraqlıdır. Mən Sezar şifrəsi ilə istənilən sözü şifrələyə bilərəm. Bəsdir ki, hər hansı bir sürüşdürməni təşkil edim və ondan sonra artıq öz əvvəlki yerində hərf dəyişib başqa bir hərfə dönür və olur həqiqətən də məsələn cat sözünün mən sürüşdürəndən sonra görürəm ki, A hərfi nə olur, C hərfi nə olur və T hərfi nə olur. Sürüşdürüb dəyişəndə olur ECV. Amma bunu ancaq məhz o kəs bilir ki, sürüşdürmə 2 hərfli olub və yaxud 3 hərfli olub və o sürüşdürmədən deşifrə etmək istəyirəmsə, təzədən hər şey qaytarıram. Yerinə sürüşdürməni əks sürüşdürmə edirəm və sözü təzədən tapıram. Çox maraqlı bir yöntəmdir. İstəyərəm, bax, bu imkanı Python proqramlaşdırma dilində təşkil edim. İllər keçsə də, keçmişdə də, bugün də və gələcəkdə də öyrəniləsi olacaq yeganə mövzulardan biri varsa, o da kriptoqrafiyadır. Belədir ki, Sezar dönəmində hər şey necə olub, gəlin onu yaxşı və gözəl tanıyaq. Yaxın durun, Caesar Cipher in Python getdik! Mən artıq redaktordayım və gəlin başlayaq. Çox maraqlı bir kod yazmaq istəyirəm əslində. Python vari. Pythonda nə varsa biliklərimizi bugün burada cəmləşdirmək istəyirəm. Çünki bu ana qədər nələri öyrənmişəmsə, burada tətbiq eləsəm olacaq möhtəşəm. Eyni zamanda kriptoqrafik bir mövzuya da imza atmış olacaq. İnternet doludur əslində. Hər növ Caesar Cipher koduyla, amma mənim marağım düzgün Python kodunda bunu təmsil etməkdir, getdik. İlk birinci günah ondan ibarətdir ki, əgər əlindən İngilis hərflərinin, İngilis əlifbasının deyək ki, sətrini yazırsan, günahdır. Niyə yazırsan ki, alfabet bərabərdir və dırnaqda A, B, C, D, E, F, G, H və s. və ilaxır. Günahdır da. Pythonda import string modulu nədir? Bilənə bu günahdır. Gəlin belə də başlayaq. Import string deyəcəm
və bundan sonra bilirəm ki, İngilis əlifbası əlimdədir. Mənim yazmaq istədiyim ilk birinci qoy funksiyada yazaq, funksional bir kriptoqrafik koda imza ataq. Növbəti işimiz funksiya yazmaqdır. Güman edirəm ki, funksiya yazmağı bilirik və getdik. Çünki Python proqramlaşdırma dilində bu ana qədər nə öyrənmişiksə, hamısını bugün burada tətbiq etmək istəyəcəm ki, çox maraqlı olsun həddən ziyadə və deməli def yazıram. Elə qoy Caesar cipher olsun, niyə də yox? Elə qoy funksiyanın adı elə bugünkü mövzuya yaxın olsun və cipher deyəcəm. Növbəti işim çox maraqlıdır əslində. Nə etmək istəyəcəm? Caesar cipher'da düşünməli olacağım bir məqam var ki, hansı parametrləri gözləyim və arqument olaraq gələcəkdə nə verim ona. Məsələ ondadır ki, mən istər sadə mətnlə və yaxud da ki, şifrələnmiş bir mətndən işləyəcəmsə, fərq eləmir. Mən sürüşdürmə barədə informasiyam olmalıdır. Yəni şifrələyəcəmsə, nə qədər sürüşdürülüb şifrələnməlidir və deşifrə edəcəmsə, nə qədər sürüşdürülmüşdür ki, onu deşifrə edim deyə sürüşdürməyə dair informasiya mütləqdir. Və beləliklə onu da vurğulayım. Deyim ki, mənim mətn mütləq verilməlidir və shift yazırıq. Sürüşdürmə informasiyası shift deyə adlanır və nə qədər shift olunub onu bilməliyəm. Və eyni zamanda bu funksiyanın içinə əslində iki işi birdən də həvalə edə bilərik. Deməli, çox maraqlı olar nə? Mən deyim ki, bu funksiya susqunluq halında qoy şifrələsin. Ayrı deməli məqamda bunu əslində modla da vermək olar, encryptlə də vermək olar. Amma mən gəlin belə bir şey deyim ki, məncə encrypt bərabərdir true desəm məncə daha yaxşıdır. Susqunluq halında qoy şifrələsin. Əla. Məncə belə daha rahat olar. Hətta buranı biz necə daha maraqlı formada yazım. Deyim ki, from, axı biz bilirik import necə təşkil olunur. From string deyərəm ki, import ASCII lowercase, bir də dəvət eləyərəm ASCII uppercase. Onsuz da əlifbanın böyük və kiçik hərflərinə müraciətim olacaq. Stringdən başqalarına da ehtiyacım olmayacaq. Məncə ilk addımlar düzgün yazıldı. Gəlin davam edək. Deyir maraqlısı indi başlayır həqiqətən də. Artıq istəyəm əlim əlifbaya da çatsın, kiçik və böyük hərflərə, həm də ki maraqlı bir deməli formada nəticə əldə edim. Gəlin belə eləyək. Lower bərabərdir ASCII lowercase. Bir də ki upper bərabərdir. Gəlin deyək ki ASCII uppercase. Əla. Nəticə dedimsə result deyim, amma nəticəni konkatenasiya etməyəcəm. Gəlin listin içinə yığım, bu daha yaxşıdır və mətni gəzmək lazımdır. Hərf bə hərf. O mətndə boşluq, vergül, sual işarəsi, nida, rəqəmlər, onlar məndə artıq heç nə çevrilməyəcək. Biz onları şifrələməyəcəyik və məqsədimiz hərflər şifrələnsin, hərflər yerini dəyişsin. Onsuz da oxuna bilməyəndən sonra orada vergül, nida, sual nə fərqi var və beləliklə getdik. For, gəlin deyək ki, character, elə qısa char deyim, character in text və maraqlı iş başlasın deyirəm. Neyniyə ilahi? Məsələ ondadır ki, mən gəzməklə öyrənmək istədiyim məsələ nədir? Əslində hər növdə yazma olar, hər növdə, amma qarşıma kiçik hərf çıxıb və yaxud da ki, böyük hərf gəlib, onu öyrənmək istəyəcəm. Ona görə deyim ki, əgər və şərtlərlə yazacağım bu məqamı, əgər qarşıma gələn deməli character in lower, əgər sözü gedən balaca hərflər içindədir, hələ ki bura bir ellipsis atım, güman edirəm ki ellipsis nədir bilirsiniz. Əgər balaca hərflər deməli stringin içindədirsə, yəni qarşıma gələn balaca hərfsə, hər hansı kiçik hərfdirsə, hər hansı bir iş görəcəm. Gəlin ifi çox gözəl, maraqlı formada qurum. Sonra işim bitmədi. Yox, qarşıma gələn iştişayə, elif, iştişayə qarşıma gələn deməli hərf ola bilsin ki, böyük hərflərdən biri olsun, niyə də yox. Əgər o upper deməli ailəsindəndirsə, onda yenə də hər hansı bir iş görəcəm və
Ola bilsin ki bu vergüldür. Ola bilsin ki bu nidadır, boşluqdur. Onlar da nə lower'da, nə də upper'da iştirak eləmir. Çünki orada ancaq və ancaq əlifbadır. İngilis əlifbası A-dan Z-də kimi. Onda deyim ki, əks halda mən əks halda indidən bilirəm nə edəcəm. Onsuz da mənə nə gəldi? Result'ın içinə birbaşa atmaq istəyəcəm. Result da məndə listdir, düzdürmü? Birbaşa burada rahat, çəkinmədən deyə bilərəm ki, result.append və elə mənim qarşıma çıxan o əlifbaya aid olmayan simvol nədirsə, o elə qoy atılsın. Heç bir dəyişikliyə məruz qalmasın. Əla. Qaldı bu ifin içində olanları yazmaq. Gəlin birinci ellipsisi yığışdırım və işdə şaya qarşıma gələn balaca hərfdirsə nə edeyim? Özə soruşmuşam, sözü gedən mənə gələn o simvol nədirsə, nə hərfdirsə, deməli kiçik hərflər sırasında varmı? Və ondan sonra çəkinmədən index adında metoddan istifadə edə bilərəm stringin. Çünki tapılmadısa error verərdi, amma öncədən soruşuram. Ora aid olan bir hərflərdən biridirmi, kiçiklərdən. Ona görə tam rahat istifadə edə bilərəm və getdik. Deyərəm ki, ID-sini öyrənmək istəyirəm, amma ID yazmayaq. Python proqramlaşdırma dilində ID adında funksiya var. Ona görə IDN deyərəm, ID number, yəni belə bir şey dəyişən yazaram. Deyərəm bərabərdir nəyə? Mən öyrənmək istəyirəm ki, həmin o kiçik hərfləri təmsil edən string yığımı vara. Orada mənə de görüm, mənə gələn o hərfin yerləşimi, indeksi neçədir? Ona görə bura char yazıram. Əla. IDN bundan sonra orada yerləşən nömrəsi olacaqdır. Bir mənalı olaraq. Bu indiki orada sırada dayanan nömrəsidir. Mən bunu bildim. Növbəti işim nədən ibarətdir? Deyim ki, deməli onun yerini biləndən sonra axı sürüşdürmə baş verəcək. Və yaxud da ki, sürüşdürmə artıq baş verib axı. Düzdürmü? İstər encrypt edeyim, istər decrypt edeyim. Onsuz da shiftdən xəbərim olmalıdır və nə etmək istəyəcəm? New IDN qoy belə yazım, bərabərdir və burada riyazi çox maraqlı bir əmələ ehtiyac var. Məsələn ondadır ki, 26 hərfdən ibarətdir, düzdürmü? Və deyək ki, sürüşdürmə oldu 24-cüdə. Düzdürmü? Görün nə qədər uzağa getdim. Və bu 24-cüdən sonraki olan əməliyyatda deyək ki, mənim indi hərfim, gəlin deyək ki, mənim hərfim 5-ci yerdədir. Üstünə gələcəm yeni sürüşdürmə rəqəmini 24, oldu 24 üstə gəl 5, 29, amma əlifba 26 hərfdən ibarətdir. Yəni, sərhədi keçə bilmərsən. Burada problem yaşanır və məhz belə bir sərhədi keçməmək üçün bir də nə etmək yaxşıdır? Mən böləcəm uzunluğa, əlifbanın uzunluğuna ki, o məndə 26 hərfdir və beləliklə mən rahatlıqla bu işi təşkil edə biləcəm özümə. Çox maraqlı bir işdə əslində. Mən gəlin belə deyim, IDN üstə gələk shift, düzdürmü? Sürüşdürmə və cari indi bu saat onun hərfin yerləşimi mənim üçün o Caesar deməli şifrəsini təşkil edir. Amma mən axı əlifbanın uzunluğunu keçmiş olaram əgər həqiqətən də elə bir rəqəmlər qarşıma çıxar ki, mən bu işi heç cür görə bilməz olaram. Ona görə mənə nə lazımdır? Üstə gələndən sonra bir də burada elə vacib də odur. Qalıq məsələsi. Bu da bütün işi həll edir. Məndə söhbət time'da hətta belə bir məqam var idi. Riyazi hansı bilikləri bilsəm, proqramlaşdırmaya artıq gələ bilərəm. Və onların içində qalıq mövzusu da var idi ki, nəyə görə mən qalığa belə önəm verməliyəm. Və belə 26 burada yaza bilərəm. Bu qədər. Hətta gedib nə deyərəm, sonda da mənə lazımdır ki, result, yenə də result'a append edəcəm. Eləməli olduğum append nə olacaq? Çox maraqlı bir şeydir. Mənə axı hələ də balaca hərfin söhbəti gedir. Ona görə lower, baxın burada elə burada mənim məqsədim faizi istifadə etməkdə bu idi. Lower kvadrat mötərizə new IDN. Bu o qədər vacib bir şeydir ki, çünki lower kvadrat mötərizə 29-cu yoxdur. Lower 0-dan 25-ə kimi var, amma 26, 27, 28, 29, nə bilim 30 və s. və ilaxır o ki, sürüşdürmə zamanı
cari nömrəsi üstə sürüşdürülmüş rəqəm bax o sərhəddi aşmaması üçün bax bu 15-ci sətirdə olanı naminə faiz 26 yazılır. Olur, əla, möhtəşəm. Və eyni zamanda bunu həll etdimsə əslində eyni şey elə Opera da aiddir. Sadəcə bunu buradan kopyalayaram və bura ataram. Lower əvəzinə upper deyərəm. Düzdürmü? Məncə belə daha yaxşı. New IDN yenə də qalır və result upper nə dəyişir ki? Ancaq budur da, düzdürmü? Qeyri-adi bir şey deyil və olmamalıdır da. Düşünürəm ki, hər şey düzəlir, amma hərdən də kopya adamın evini yıxır. Sadəcə düşünürəm ki, eyni addımlardır. Niyə də burada belə bir şey etməyim? Və bu qədər əslində. Mənim funksiyam sonda. Bu ifdən sonra nə etməlidir? Bu ifdən sonra onun işi əslində return etməlidir, amma fordan çıxmaq şərti ilə. Hələ forun içindəyim. Yəni, düz bura gəlməliyəm. Return, qoy elə burada deyim ki, onsuz da list düzdürmü? Join olmalıdır və birləşdirək hamısı bir yerə. Sadəcə deyim nöqtə join. Başqa bir şey də deməyəcəm. Result. Mən düşünürəm ki, bu ən gözəl, ən düzgün variantdır. Bundan artıq heç nə etmirəm. Məncə Sezarın işi burada təşkil olunur. Amma bir məqam var. Demək, shiftə dair mən bir şey yazmadım. Hə, indi yadıma düşür. Deməli, nə deməliyəm, ilahi? Deməli, burada deyə biləcəyim bir məqam var. Deməli olduğum bir məqam var. Deməli, mən deməliyəm ki, əgər və burada encrypt olmayacaqsa, yəni decrypt edəcəmsə, düzdürmü? Çox maraqlıdır. Axı, bir vaxt sürüşdürürəm, bir də var ki, təzdən deşifrə etməliyəmsə, geri sürüşdürmə də baş verməlidir. Əgər encrypt olmayacaqsa, yəni decrypt olacaqsa, if not encrypt, encrypt axı true'dur, düzdürmü? Yəni, true olmasa, false olsa, mən bunu deyirəm. Onda sadəcə shift bərabərdir, sadəcə geriyə. Shift bərabərdir, geri addım. Mənfi shift. Məncə bu qədər yazmaq yetərlidir. Deməli, şifrəliyirəmsə, deyək ki, 3 dənə ya 4 dənə, onda 3 dənə qabağı eləyəm, ya da 24 dənə qabağı eləyəm, fərqi yoxdur, düzdürmü? Amma sonda bu şifrələnmiş teksti deşifrə etmək istəyəmsə, mənə deməlilər də nə qədər demək sürüşdürülüb, 24 dəfə hərf olaraq sürüşdürülübsə, tamam, onda mənfi 24 olaraq geriyə baxaram bu əlifba işinə, ona görə də mənə mütləq şəkildə bu məqama ehtiyac var. Shift bərabərdir mənfi shift. Bax, indi məncə möhtəşəm oldu. Öz aramızda səhv olsa da düzəldəcəyik və getdik. Qaldı bunu yoxlamaq. Gedək bu məhsulu yoxlayaq. Həqiqətən də çox maraqlı bir məhsuldur. Dediyim kimi, hər növdə yazırlar. Mənim maraqlandıran, çox maraqlı bir növdə özüm yazmaq istəyirəm. Və beləliklə, gəlin burada deyim ki, yoxlama. Tamam, nidanı da qoyaq. Getdik. Birinci onu vurğulayım ki, hər mövzunu burada əhatə etmək istəyəcəm. Və güman edirəm ki, Dunder name nədir? Bilirsiniz, bilmirsinizsə bu mövzunu mütləq tapın, baxın. Özdəki Kozet kanalında, shortslarda elə maraqlı Python-a dair biliklər var ki, bir çoxsunu mən uzun çəkməyib, qısa çəkmişəm ki, buna tez sahib olasınız və orada vurğulamışam, o da var. Və getdik. If name bərabərdirsə main, mən bunu ona görə yazıram ki, məqsədim odur ki, sözü gedən bu yazı məhz main py-də bu fayl icra olunarkən təşkil olunsun. Bu Python'da çox maraqlı bir addımdır. Bilə şeylər yazıram ki, biləsiniz ki, buna əslində ehtiyacı var. Və getdik. Nə eləmək istəyəcəm? Gəlin deyək ki, bir tekst yazım. Qoy olsun text bərabərdir kodi.az. Qoy bundan başlayaq və shifted bərabərdir. Shift olunmuş bərabər olsun məsələn 5 hərf irəliyə. Fərq eləmir və nə gözəl, həqiqətən də
Çox maraqlı an indidir. Niyə də yox və gəlin neyək? Printə verək ki, print nə deyək ilahi? Hətta formatda verim. Bu daha maraqlı olar. Encrypted. Və burada deyim ki, bütün mövzuları burada çox istəyirəm göstərim sizə və Caesar cipher və nə edirik? Teksti veririk ona. Bir də nə edirik? Bir də shifted veririk ona. Bu qədər əslində. Çox maraqlıdır. Həddən ziyadə maraqlıdır nə gələcək, amma güman edirəm ki, düz yazdıq və getdik. Elə burada deyim ki, Python main py. Özü məndə virtual environment var, qoşulub virtual mühit. Çünki virtual mühit qoşulmasa Python sözü Mac dünyasında, Linux dünyasında işləməz. Ona görə Python 3 yazasınız. Və virtual mühit nədir? Onu bilməniz çox gözəldir. Getdik. Enter vuraq görək nə gəlir. Okey. Ən azı belə bir şey var imiş. Bir fikir verin ki, nöqtə şifrələnməsi deyil, amma hərfim şifrələndi. Çox maraqlıdır. Bu təşkil olundu. Hətta gəlin belə bir şey deyim. Text bərabərdir, encrypted text bərabərdir buna. İndi təsəvvür edin ki, mənə bunu veriblər, düzdürmü? Gəlin buranı təmizləyim və deyirlər ki, indi bunu deşifrə et. Yenə də mənə deyirlər ki, 5 olaraq shift olunub. Tamam. Və neyniyərəm? Deşifrə etmək üçün sadəcə burada bir dənə də encrypt false yazaram. Hətta gəlin biraz belə çevirim. False. Bu qədər. Belə bir şey yazsam, mən bildirirəm ki, şifrələmirəm. Əksinə də nə mənadır? Deşifrə deməkdir. Gedə görə ki, bu işləyəcək ya yox, amma encrypted deməyək, deyək decrypted. İnşallah ki, sözləri düz yazıram. Heç fikir verməm sözün açığı. İnşallah ki, səliqəli yazmışam. Hətta Sezarın adını da bir də görsünüz səhv yazıram, amma getdik. Burada da text olmasın. Encrypted text. Əla, deməli bu iştirak edəcək mənim Caesar cipherimdə. Niyyətim decrypt eləməkdir. Falan addımla falan şifrələnmiş sözü. Ay nə gözəl, nə maraqlı. Kod yaz gələcək ya yox. Bax, bu olur əsl sensasiya və getdik. Voilà, decrypted. Kodi az. Təklif edirəm, maraqlı yoxlamamızı davam edək. Həqiqətən də bir neçə məqamlar var ki, bura nəzər yetirmək lazımdır, bəlkə də düzəltmək lazımdır, bəlkə də yenilik qatmaq lazımdır, bilmirəm. Amma yoxlamamın içində sürüşdürmə ancaq müsbət edir. Mənfi ola bilərmi? Çünki kodumda müsbətliyini və mənfiliyini əks etdirəcək və yaxud da ki, icazə verməyəcək bir kodu yoxdur. Gəlin bura sadəcə mənfi deyim və hətta aşağıdakı decrypt məsələsini bir anlıq söndürüm və getdik. Çox maraqlı olacaq ki, bax burada mənim yazılanımla istər müsbət, istər mənfi olsa eyni nəticə alacağam mı? Python main py, voilà, eyni deyil. Eyni deyil. Bu bilirsiniz nə deməkdir? Hətta belə bir şey, qoy kodumda olsun, nə də yox. Brute force etmək istəsəniz, yəni dənə və dənə bütün variantları yoxlamaq istəsəniz, 0-dan 25-ə qədər məsələn 26 hərfim var axı. Düzdürmü? Onda elə çıxır ki, mən mənfiyə də icazə verirəmsə, onda mənim intervalım artır. Mənfi 25-dən müsbət 25-ə qədər hər hansı bir sürüşdürmə ola bilsin olsun. Gəlin bu hissəni kopyalayayım hətta. Bu dəfə də deşifrə etmək istəyim, amma gəlin bu dəfə kod yazla bu yazını komment eləyim, bu ikisini açım. Hətta deyim, yaxşı, gəlin təmizləyim buranı. Yaxşı, mənfi 5 sürüşdürməsi qalsın və bu əvvəlki kod yazı deşifrə edərkən 5 işləyərkən hər şey əla idi. Kod yazı sözü gəlirdi. Amma bunu belə saxlasam, baxsam, bir nəticə oxunaqlı gələrmi? Gəlmədi. Aynə maraqlı. Amma bunu dəyişsəm, çünki ola bilsin ki, hər şey olsun da mən kodumda o qədər dəyişiklik etməli ola bilərəm. Amma mən kodumda deməli sürüşdürmənin mütləq müsbət olacağı
Və o da ki, müsbət və ya mənfi tərəflərini kodumda heç nə yazmamışam və hər şey demək olar ki, icazə vermişəm. Belədir ki, getdik. Yoxlamaq istəyərəm və run edək. Bir fikir verin ki, indi bu saat qoca sözü gəldi. Nə maraqlı, nə gözəl. Gəlin bir yoxlamanı da eləyim. Çox maraqlı olar mənə. Deməli, yoxlamaya davam edirik də. Həqiqətən də çox maraqlı işlər görmək istəyirəm və bu iş prinsipini anlamaq istəyirəm. Bu dəfə biz nə demək istəyirəm? 26 yox, 26-dan çox olan bir sürüşdürməni eləyim. Əlifbada olacaq intervaldan çox. Deyək ki, 29 yazıram, düzdürmü? Belə bir şey etmək istəyirəm. Təmizliyim, icazə var və yaxud yox. Baxın, mən axı sürüşdürmə barədə heç nə deməmişəm da. Müsbətliyini, maksimum nə qədər, minimum nə qədər, belə bir şey deməmişəm. Amma mənə çox maraqlıdır. Və getdik, error alaramsa bunu yoxlamalıyam. Və enter. Tamam. Ən azı işlədi. Ən azı işlədi. Bu çox maraqlıdır və oradakı faiz yazdığım sətirdəki boşuna deyilmiş. Həqiqətən çox maraqlıdır. Və gözəl. Həqiqətən gözəldir. Və mənfi 29 yazsam nə olar? Hamısını yoxlamaq istəyirəm. Və getdik. Error alaramsa bunların hamısını bilməliyəm. Nə maraqlı. Nə gözəl. Beləliklə gəlin sadəcə 29 deyim. Və başqa bir şeye baxmaq istəyim. Deməli 29'a bu dəyər aldım, düzdürmü? Gəlin bunu kopyalayım və həmişə elədiyimi edim. Yuxarıdakı qocazı söndürüm. Deməli şifrələnməni söndürüm. İndi isə şifrələnmiş sözü deşifrə etməyə cəhd edim və onu bura yazıram. Deməli sürüşdürmə 29 olaraq qalsın istəyirəm və yoxlayaq. Deməli icra eləyəm, qocaz gəldi. Nə gözəl. Amma bir şey var. Uzunluğu 26'da axı, düzümü? Belədir ki, nə qədər çox yazdım 26'dan? 3 dənə. Görəsən bura 3 yazsam, yenə də həmin nəticəni alaram mı? Çox maraqlıdır mənə. Məntiqdir da, qeyri-adi bir şey deyil ki. Deməli, bura 2 yazım birinci və yoxluyum. Tamam, heç nə görmədim. Bəs bura 3 yazsam ki, 26'dan çox yazdım da əslində, düzdürmü? Eyvallah. Belə şeylər çox gözəl şeylərdir. Yəni 29 yazdın ya da 3 yazdın, eyni şeydir. Çox möhtəşəm bir kod alındı. Gəlin bundan daha da maraqlı addıma imza ataq. Məsələn, ondadır ki, şifrələnmənin hamısı hər şey gözəldir də, amma yalnız və yalnız ingilis dilində və ingilis hərflərinə dair olan şifrələnmədir. Amma mən istəyirəm Azərbaycan əlifbasına dair bu şifrələnmə işləsin. Sezarın fikirləşdiyini Azərbaycan əlifbasına da tətbiq etmək istəyərəm və getdik. Aydın məsələ ki, bu an mənim import stringə ehtiyacım olmayacaq, amma aşağıda da lower'la upper, onda dəyişsin olsun mənim öz əlifbamın, artıq burada məcburam string bütövlüklə öz əlifbamı yazmağa. Bir məqam var. Bir fikir verin ki, bu ona qədər etməmişdim, özüm bilə-bilə saxlamışdım. Nəyə? Məsələ ondadır ki, daha burada say 26 deyil ha. Mənim əlifbamda daha 26 hərf deyil, daha çoxdur. Düzdür, Azərbaycan əlifbasında 26'dan çox olan bir hərflər var ki, mənim kodumda isə vurğulanıb ki 26. Bu düzgün işləməz. Düzgün işləməsi üçün vaxtdır ki, və bundan qabaq da bunu etməliydim. Sadəcə özüm bilə-bilə bu ana qədər saxladım ki, deyim ki, len lower ən azı, onsuz da əlifbada hamısı demək olar ki, eynidir və len lower buraya yazsam, onsuz da əlifbanın böyüyü kiçiyi yoxdur. Ola bilsin elə bir dil var ki, kiçik hərflərindən deməli, deyək ki 20 dənədir, böyük hərflərdən deyək ki 17 dənədir, ola bilsin. Onda lower upper yazarlar, burada len upper yazarlar, amma mənə belədir ki, len upper və yaxud da lower təzdən yazmam heç bir problem əslində yaratmaz. Amma fikir verin, uzunluğu qədər. Daha 26 yazmam, bəlkə sabah əlifbanı yenə dəyişdim. Başqa bir dilə, ideya eyni qalır, əlifba dəyişir. Nə gözəl, nə maraqlı. Belə bir şey yazdım, hər şey diqqət yetirdim və 26'nı buraya yazmaq əslində o qədər düzgün deyildi. Mən bilə-bilə saxladım bu anı ki, biləsiniz. Bu ancaq və ancaq ingilis hərfinə aiddir. Və ya da ki, əlifbası 26 hərfə qədər 26 hərfli olandır. Amma məndə
Bu dəfə hər şey tam fərqlidir və istəyərəm yenə bu şifrələnməni bax burada yoxlayım. Deyilən vaxtıdır ki, bir Azərbaycan əlifbası ilə Sezar şifrəsini təşkil edək. Vaxtıdır, yoxlamanın, testin vaxtıdır və nə etmək istəyərəm? Gəlin kocası əvəzinə təvazökarlıqdan bəlkə də uzaq olsa, amma yenə də bunun əvəzinə Azərbaycanca bir tekst olsun istəyirəm və atıram bura Azərbaycanda çox önəmli YouTube kanalı. Tamam. Bütün hərflər var. Azərbaycan dilində ola biləcək bir çox əlifbadan hərflərimiz var. Və qoy elə Shift 3 qalsın. Sezarın tarixən deyilənə görə istifadə etdiyi bir sürüşdürmədir. Qoy qalsın, problem deyil. Və gedək görə nə olunur? Həqiqətən çox maraqlıdır mənə. Öz əlifbanla bir şifrələmə. Voilà. Nədirsə bunu kimsə anlamaz bir mənalı olaraq və kriptografiyadan uzaqdırsa heç başa düşmək ki bu nədir və yığışdırar, tullayar, deyər mənə oxuya biləcəyim bir şeydir. Amma burada hər şey gizlənib. Gəlin yenə də buranı komment edim. Gəlin buranı da komment edim. İndi decrypt etmək istəyəcəm. Ona görə də növbəti 2 sətr uncomment edim. Sadəcə burada gəlin atım bayaq götürdüyüm, kopyaladığım teksti. Voilà. Save edək. Ən maraqlı məqam indidir. Azərbaycan dilində mən decrypt eləyəcəm, amma yenə də deyirəm. Məsələn, ondadır ki, mən orada len upper uzunluğunu nəzərə almasaydım, len lower yazmasaydım, onda 26 qalsaydı, hər şey bərbad olardı. Hesablama, şifrələnmə tam fərqli olardı. Niyə? Çünki qalıq məsələsi orada riyazi olaraq fərqli cavab verərdi. İndi isə yoxlamadı. Mən əksinə mənasız hərflər yığını mənə sonda nə verəcək ona baxmaq istəyirəm. Decrypt edirəm. Görüm bir məna gələrmi ya yox. Voilà, getdik. Azərbaycanda çox önəmli YouTube kanalı decrypt olundu. Öz ana dilimdə. Möhtəşəm. Gəlin sonda da bütün bu ana qədər öyrəndiklərimizi tətbiq etmək naminə OP dünyasına keçid alaq. Mən istəyirəm sizin sayfır OP-də yazılsın. Klass dünyasında nəyi necə düşünərdik onu edək. Çünki Kocaz kanalında nə videolar çıxırsa hamısı bir yerdə lazımdır, bir yerdə işləyir mütləq şəkildə. Və getdik. İstəyirəm fayl yaradım sizə sayfır py faylını. Mən Fleet redaktorundayım deyə Fleet yaza bilərəm. Siz VS Code'dasınızsa kod və sonra sayfır.py yaza bilərsiniz. Fərqlənmir ya da ki ümumiyyətlə Linux dünyasında touch komandasını yazıb fayl yarada bilərsiniz. Dəfələrlə touch yazıb göstərmişəm. Və Fleet, hətta gəlin elə sizə sayfır.py deyim. Əla. Mənim terminala ehtiyacım olmayacaq, onu söndürə bilərəm. Hətta keçid alım indidən əlifbanı ingiliscədən başlayaq istəyirəm. Ona görə qoy bu birinci dayansın. Sonra class və deyim ki Cezar olsun class adı. Niyə də yox? Cezar. Və getdik. Hələ ki ellipsis atım bura, save edim və burada olan bütün bunu götürmək istəyəcəm və çox maraqlı bir şəkildə gəlin hətta Command X eləyim. Çox maraqlı şəkildə klassın içində yaşatmaq lazım olacaq. Amma klassda bilirik ki metod yaşayırsa self ilə yaşamalıdır. Bunu atıram bura və getdik. Bunu düzgün formada düzəltmək lazımdır. Gəlin ilk növbədə initdən başlayaq. Aydın məsələdir və artıq mən ellipsisi götürürəm. Burada yazıram def init və inisializasiya zamanı ilk birinci nələr olsun istəyirəm. Gəlin deyim ki self nöqtə indidən deyərəm ki lower bərabərdir ASCII lower case. Hətta bu hissəni gəlin bunu buradan götürün. Bir anlıq mənə lazım olacaq amma indi yox. Atım bura və komment eləyim. Niyə də yox? Belə bir şey edim. Və bu arada deyəsən tabiçilik bloku biraz qaçıb burada. Bunu da belə bir dənə tab işarəsi ilə düzəldim. Tamam. Görün nə deyirəm. Artıq deyirəm ki özümə bir atribut yaradıram. Self lower və əlifbanın kiçik hərflərini ona verirəm. Self upper və deməli ASCII uppercase-i verdim ona. Möhtəşəm. Bunu həll etdik və hətta deyirəm mən obyekt yaradarkən ona indidən
deməli texti və shift'i ötür istəyirəm. Möhtəşəm və tez gedib nə deyirik? Self.text bərabərdir text. Əgər OOP dünyasına baxmısınızsa bilirsiniz söhbət nədən gedir. Self.shift bərabərdir shift. Bunu da həll etdim və encrypted məsələsi var əslində. Gəlin self.encrypted yazım bərabərdir true deyim, amma hətta buna ehtiyacım olmayacaq. Ağlıma yaxşı bir fikir gəldi, hələ yazdım sonra da söndürdüm. Belə ki, siz başqa cürdə yaza bilərsiniz. Mənim kimi yazmanıza ehtiyac yoxdur, amma mən nə yazıram gözəl bilib sonra dəyişə də bilərsiniz. Bir problem yoxdur. Ağlıma çox maraqlı bir ideya gəldi. Hətta mən bu encrypted true və yaxud false-u funksional yazırdım deyə ona ehtiyacım var idi mütləq şəkildə. Amma OOP dünyasında biz azadıq hər şey eləməyə. Hətta gəlin neyniyək? Bu encrypt məsələsini gözüm ona sataşdı, yadıma düşdü ki, hətta təşkil edə bilərəm tam başqa cür. Bir fikir verin ki, burada da ehtiyacım yoxdur heç nəyə. Bunu buradan yığışdırıram və sadəcə self yazıram. Nə maraqlı. Nə maraqlı və getdik. Result qalır öz yerində, düzdürmü? Amma neynirəm? Textin əvəzinə mənə ötürülən self text deyəcəm. Ümumiyyətlə self sözünü kopyalayım və çalışacağım onu bir çox yerdə istifadə edeyim. Lower yox, self lower. Deməli burada da self lower. Bunlar daxildə qalır. Self shift, self lower. Çalışacağım hamısını düz yazım. Tamam. Bir baxaq görək ki self shift. Tez mənə yaxşıdır ki bildirdi ki nəysə düz yazmamısan orada. Və davam edək. Görün shift yazmışdım orada. Deməli hər şey bura kimi düzdür. Upper'da da mütləq şəkildə düz yazmaq lazımdır. Self upper. Çünki daxilində atributda əlim ona çatacaq. Bütün klass boyu əlim ona rahatlıqla çatacaq. Niyə də bunları düzgün şəkildə təşkil etməyək? Evala. Deməli bu şifrələyəndir. Düzdürmü? Amma bu içərdədir. Bu öz işini görəcək də. Deməli bu defin içindən çıxacağam. Gəlin belə bir şey eləyək və əlavə bir dənə çox maraqlı bir ideya gəldi. Gəlin deyim ki def encrypted. Encrypt ya da self deyəcəm, artıq yazılır. Və belə bir şey deyim. Sadəcə encrypt zamanı bilirsiniz ki mən decrypt zamanı ehtiyacım var idi true false. Encrypt zamanına ehtiyacım yoxdur. Encryptdə sadəcə deyim ki return və elə gəlin belə deyim self.scissor cipher. Bu qədər. Aynı maraqlı. Deməli onsuz da şifrələyəni mən encrypt zamanı bir daha çağırmış oluram. Amma decrypt desəm orada deyəcəm ki self shift var idi ha. Qoy bərabər olsun mənfi self shift. Nə maraqlı bir ideyadır. Dediyim kimi yuxarıdakı bu self encrypt'də heç ehtiyacım qalmır. Bunu rahat silə bilərəm. Və nəysə düz yazmamışamsa inşallah düzəldərəm. Və return fikir verin ki mən təsir etdim shift'ə öz decrypt metodumda. Dedim yox ha bu dəfə bil self shift dəyişir. Çünki mən çağıracağım kimi yenə də Caesar'ı. Deməli nə yazdım? Self. Bax görürsünüz self yazmıram. Self Caesar cipher. Allah. Məncə gözəl oldu. Init var, encrypt var, decrypt var və ümumiyyətlə şifrələyən ayrıca var. Möhtəşəm. Bunu etdim mi? Save edim və gedim burada nə deyim? Artıq yoxlama sözünü də yığışdıra bilərəm. Bunu da yığışdıra bilərəm və nə edəcəm? Nə edəcəm? Burada deyəcəm ki from scissor cipher import klassımı, düzdürmü? Scissor. Möhtəşəm. Məncə belə də getsə əladır. Və nə etmək istəyəcəm? Burada deməli, hələ ki textim olsun, textə bərabərdir. Gəlin burada deyim kodi.az, düzdürmü? Əvvəlki kimi. Hətta bunlara hələ ehtiyacım yoxdur. Bu qoy belə də qalsın. Amma obyekt yaratmaq vaxtıdır. CC, belə bir şey deyim, scissor cipher bərabərdir və artıq rahat
klassdan obyekt yarada bilərəm və tez ona text olaraq həmin bu sözü gedən txt faylını init zamanı götürsün. Bir də shifted ötürəcəm ki, indidən xəbəri olsun ki, söhbət nədən gedir. Əla, bunu təşkil etdim özümə və düşünürəm ki, hər şey yaxşıdır. Qaldı nə? Encrypted'i çağırmaq. Hətta bunu belə edim. Nə edəcəm? Sadəcə deyəcəm cc encrypt və heç bir şey buna ötürmürəm. Fikir verin ki, maraqlı bir OP dünyasıdır. Bu qədər. Görək hər şey düzdür ya yox. Sadəcə Python və main py deyəcəm. Varsa error düzəldərik. Və mənə deyir ki, takes no argument. Ola bilsin ki, self və index nədir? Allah Allah. Init. Tamam. Mən də deyəm, niyə mənə belə şey deyir? Və başımı qaldırıb heç baxmıram ki, orada index yazılıb, yoxsa init. Getdik. Yenə də çağıraq. Heyvala, möhtəşəm. Məncə gözəl oldu. Eyni zamanda əslində decrypt istəyərəm. Gəlin burada da elə decrypted verim. Və burada decrypt deyim. Əla. Deməli, bu səfərində qoy text olsun həmin buradan götürdüyüm. Tamam mı? Bunu buraya yazıram. Və heç nə etmirəm. Aşağı onsuz da işləmir. Encrypt olunmasını istəmirəm. Yenə Caesar qalır yerində. Yenə ona text ötürülür, shift ötürülür. Amma decrypt məsələsi var. Görək, kod yaz gələcəkmi? Mən orada düz meylədim izə olaraq. Voilà. Əla, gözəl işlədi. Möhtəşəm bir fikir verin ki, çox maraqlı bir işə imza atdım əslində. Çox maraqlı. Fikir verin ki, mən nə dedim ona? Mən belə bir şey dedim. Dedim, encrypt zamanı onsuz da qoy şifrələnmə necə var özü elə də işləsin. Özünün daxilindəki bütün atributlarını istifadə etsin. Amma decrypt zamanı daxilindəki atributu dəyişəcəm. Deməli, Caesar cipher çağırmadan qabaq deyirəm. Bərabərdir mənfi shift. Niyə? Çünki bundan qabaq funksiya yazanda məcbur idim true false işini təşkil etmək. Amma burada məsələn belə bir izəyə sahib oldum. Niyə də yox? Hər şey edə bilərsiniz. Hər şey. Özüm böldüm o boyda ideyanı. Tək bir dənə Caesar cipher funksiyasını dəyişdim. Elə elədim ki, klassımda init olsun, Caesar cipher olsun, encrypt olsun və decrypt olsun. Daha maraqlıdır, elə deyilmi? Və gözəl də işlədi. Amma eyni zamanda bir məndə maraqlıdır. Gəlin mən bu məqamı buradan götürüm və nə etmək istəyərəm? Gəlin burada həmin onları atım. Belə. Düzdürmü? Və nə demək istəyəcəm? Bu dəfə tekstim olsun Azərbaycanca. Yadınızdadısa və decrypt'i söndürürəm, encrypt'i yandırıram. Tamam. Neynəmək istəyirəm? Azərbaycan hərflərim var, düzdürmü? Və istəyirəm ki, ona deyim ki, cc.lower, düzdürmü? Dəyişirəm. Qoy İngilis hərflərini götürməsin. Bilə-bilə dəyişirəm onu. Deyirəm, çöldən əlifbanı dəyişmə imkanım var ya yox, onu öyrənmək istəyirəm. cc upper bərabərdir. Upper. Əla. Yəni, əslində bərabərdir, elə bunları da oraya yaza bilərdim. Özüm bilə-bilə belə qoydum, bir daha problem yaranmasın. İndi maraqlı cəhət başqadır. Azərbaycan əlifbası bu dəfə işləyəcək ya yox və getdik. Azərbaycanda çox önəmli YouTube kanalı. Görək, elə 3 qalsın, çünki bundan qabaq 3-də görmüşdüm necə görünür. Voilà, möhtəşəm də. Neysə, belə bir şey mən görmüşdüm artıq. Ona görə əminəm ki, bu işləyəcək. Onu buradan götürürəm, atıram bura, qoy qalsın burada. Və heç nə dəymirəm, sadəcə encrypt'i söndürürəm və decrypt'i yandırıram. OP dünyasına baxın, nə maraqlı, nə rahat təşkil oluna bilir hər şey və yenə də icra edirəm. Azərbaycanda çox önəmli YouTube kanalı. Ay, nə maraqlı, nə super. Bir fikir verin ki, ən azı belə yazsaq, məncə OP dünyasını gözəl biləcək. Mən daha dərindən demirəm, inşallah buna elə qayıdacaq, amma belədir ki, şifrələnmə nədir? Üstəlik də ki, OP dünyasında tanımış olduq.
Deyirəm Roma imperiyasından gəlib ha. Baxın görün o vaxtdan bu günə kimi kriptoqrafiya nə qədər önəm daşıyırmış insan həyatında. Bugünkü gündə kriptoqrafiya ən uca səviyyədədir. Möhtəşəm bir şeydir, amma o vaxt üçün də öz dönəmi üçün çox maraqlı bir məhsul idi və bunu Pythonda bir çox fərqli addımlarla görüb öyrənməyə cəhd elədik. Və bundan sonra da çox maraqlı videolar olacaq. Nə edirsiniz, edin bilin. Kriptoqrafiya dünyası, sahəniz nə olur olsun çox maraqlıdır. İstər cyber security, istər programming, fərq eləmir. Həddən ziyadə çox maraqlı bir mövzudur. Və üstəlik də ki, gördüyünüz proqramlaşdırmada OP-yə kimi gəldik. Hətta elə edə bilərsiniz ki, siz şifrələyərkən hətta shift'in, yəni sürüşdürmənin özü də şifrələnmiş tekstin içində hardasa və hansısa bir formada yaşaya bilər və dekrypt zamanı o məqamı nəzərə ala bilərsiniz. Belədir ki, çox maraqlı bir dünyadır şifrələnmə. Bu sizə aid məqamdır. Mən isə çalışacağım daha da maraqlı videolar olsun. Həm OP dünyasını, həm də bu kimi maraqlı mövzularda. Ona görə nə edirik? Kodias kanalına abunə oluruq və bütün tanıdığınız hər kəslə paylaşırsınız. Paylaşın ki, sayımız həqiqətən də artsın. Bu Azərbaycanda proqramlaşdırma dünyasına dair hər kəsin gözü Kodias kanalında olsun. Mən də durmadan maraqlı videolar çəkin və siz də yararlanıb bu işin peşəkarı olasınız. Əlimdən gələni edirəm. Azərbaycanda proqramçıların sayı və bu işi sevənlərin sayı artsın deyə əlimdən gələni edirəm. Paylaşım və like mütləqdir. Sağ olun, sağ salamat.